Yazıcı Kəramət Böyükçöl hökumətə satıldı. Yazıcı Kəramət Böyükçölə hökumət, daha doğrusu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov 4 milyonluq obyektlərinə icazə verdi. Bu fikirlər Ağ Partiyasının media qurumuna aiddir və Ağ Partiya mediası iddia edir ki, Kəramət Böyükçöl əvvəl hakimiyyətə qarşı aqressiv çıxışları ilə məşhur idi, sonradan hökumət onu ələ aldı və o müxalifət liderləri Tural Abbaslı, Əli Kərimli və İlqar Məmmədova qarşı sərt çıxışlara başladı. Və sonra media deyir ki, bunun haqqında sizin fikirləriniz nədir? Mən fikrimi deyim. Bir vətəndaş olaraq, vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Müxalifət lideri dedikdə siz kimi nəzərdə tutursunuz ki? Müxalifət hakimiyyətin və ya rəsmi siyasətin qərarlarına əks olan, onlara qarşı çıxan qüvvə və ya fikir deməkdir. Siyasi mənası isə hakim partiyanın iş üslubuna etiraz edən və alternativ idarə etmə, təklif edən qurumdur. Tural Abbasını sevərəm, işıqlı gəncdir. Nə zaman ki Azərbaycanda insanların təfəkkürü, demokratik cəmiyyət anlayışı ilə balans yaradacaq, onda Tural Abbaslı parlaq bir siyasətçi olacaq. Amma bugün üçün Tural Abbaslını mən müxalifət lideri saymıram. Bu media əgər həqiqətən də Tural Abbaslıya xidmət edirsə, gözləməzdim. Tural Abbaslıdan gözləməzdim. Bir partiyanın mediasının özünü müxalifət adlandırdığı halda bu qədər ölkədə baş verən problemləri qoyub sadə bir yazıçıya hücum kampaniyası başladıbsa, yaraşmaz. Gəlin açıq danışaq. Müxalifət partiya rəhbəri Tural Abbaslı, hakim partiya olan Yeni Azərbaycan Partiya sədrinin adını çəkərək o partiyanın yürütdüyü siyasəti tənqid etmək iqtidarındadırmı? Əşi Emin Əmrullayevi, İnam Kərimovu tənqid etməyə nə var ki? İki mən qarışıq, hamı edir də tənqid. Bu medianın kəramətə qarşı kampaniyası nəyə görədir deyim? Subyektiv fikrimdir, qisas. Bu isə yaraşmaz. Yaraşmaz bu partiya. Ayıbdır. Kəramət Böyükçöl bir vaxtlar Tural Abbaslıdan müsahibə alanda Tural Abbaslıya sual verib ki, sənin idealın, liderin kimdir? Tural Abbaslı da Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy deməyə çəkinib ki, partiyasına verilən qərargaha və yaxud bir problem yaranar, başı ağrımasın. Heydər Əliyev və İlham Əliyev deməyə də çəkinib ki, düşərlər üstünə ki, sən necə müxalifət partiya liderisən ki, hakim partiyanı özünə ideal seçsə, elə get iqtidara da. Bu da çarəsiz qalıb, deyib ki, idealın Məhəmməd Peyğəmbərdir. Qardaş, idealın Məhəmməd Peyğəmbərsə həccə get, şeytana daş at, bir dinlə məşğul ol. Camaat çörəyi qulağının dibinə yemir, qardaş. Tural Abbaslı partiya rəhbəri olandan sonra yenə deyirəm, hakim partiya, Yeni Azərbaycan Partiya sədrinin adını çəkərək o partiyanın siyasətini tənqid edən bir fikri varsa, atın mənə sözlərimi geri götürün. Müxalifət partiyanın məqsədi mövcud siyasəti tənqid etmək və gələcəkdə hakimiyyətə gəlməkdir. Məncə ölkə başçımız dura-dura, nəinki Tural Abbaslı, heç bir partiya rəhbərinin hakimiyyətə gəlməyə nə fikri ola bilər, nə iddiası ola bilər, nə də şansı. Bir də ki, siz Allah, gedin başınızı salın aşağı, küçələrdə günəşin altında kitab satan yazıçının torpaq sahəsini müzakirə edincə, gedin dəniz qıraqlarını hasarlayanlayıb, vergidən yayınan o məmurları, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən o ifşa olunanda ki, pullarının altına çıxamadanlarla pullar çıxırdı. Bax, elənçi başçıları hədəf alın, əgər həqiqətən müxalifətsizsə. Kəramət Böyükçölə troll deyirsinizsə, öz işinizdir, subyektiv fikrinizdir. Amma adamın kitabları satış rekordu qırır. Əziyyətlə dediyim kimi, günəşin altında kitabları satmağa utanmır. Yalan deyil ki, bəlkə belə deyil. Həmişə cəsarətli statuslarda paylaşıb. Adamın bir kitabını
bir neçə dəfə təzədən nəşriyyatda çap elətdirib. Alırlar da, cəmaat özü gedib alır. Şəkilzad da çəkdirirlər. Nə olub baxı sizə? Bir də siz Tural Abbaslıya baxmayın. Bu kəraməti mən bilirəm. Kəramət çörəyi dizi üstündə olan adamdır. Bu adam onu böyüdüb başa çatdıran, atasına da Ruslar demişkən, protiv gedən adamdır, ona xeyri yoxdur. Kəmaləddin Heydərov milyonlar versə ona, yenə kəramətin birinci zərbəsi, birinci udarı elə Kəmaləddin müəllimin özünə olacaq. Bunu biləsiniz. Kəramətin dədəsinə hökumət ev verib. Deməli, dədəsi satılıb. Düşüncəyə bax. Hökumət sizin dədənizə ev verməlidir. Onun dədəsinin 40 şeir kitabı çıxıb ədəbiyyat üçün xidmətləri olub. Qəşəm Nəcəfzadənin uşaq ədəbiyyatına töhfələri olub. Hollandiyada, Türkiyədə, İranda, Kolumbiyada belə onun şeirləri tərcümə edilib. Kitab şəklində satışlara çıxıb. Sizin onun dədəsi qədər Azərbaycan ədəbiyyatına, ictimaiyyətinə xeyriniz dəyibmi? Yox. Yazıcı ölməlidir. Yazıcı acından günorta durmalıdır. Ona buna borclu olmalıdır. Təhqir olunmalıdır. Üzr istəyirəm, üzünə tüpürülməlidir. Yaşamamalıdır. Yetim əlində qoğal əcaib görünməlidir. Bəs kimlər yaşamalıdır? Kimlərə ev verilməlidir? Siz deyin. Qəşəm Nəcəfzadəyə dövlət ev verib, deməli satılıb. Nizami Gəncəviyə hökmdar Afaq adlı kəniz verib, deməli Nizami Gəncəvi də satqın olub. Bəxtiyar Vahabzadə xalq şairi adı veriliblər, deməli xaindir. Ramiz Rövşən xalq şairi aldı, dövlət ev verdi, satqın. Ay balam, haqlarıdır da. Yazıcı şair dediyim kimi ancaq səfalət içində sürünməlidir, aclıqdan ölməlidir, başı qapazlı olmalıdır, çulu cırıq olmalıdır ki, sevilsin. Bəs vətənpərvər kimdir onda, siz mi? Küçələrdə kitab satıb nəşriyyata borclu olan bir yazıcının gedib bir kitabını almışsınızmı? Yardım üçün cibinə bir 5 manat qoymuşsunuzmu ki, günəşin altındasa get bir badamlıdan, sirabdan al, iç. Sizin bu cəmiyyətə, dövlətə və xeyriniz nədir ki? Hələ SSR vaxtlarında şair və yazıçılara bağ evi, dəniz kənarında ev verirlər. Niyə? Ruh adamlarıdır. Ədəbiyyata töhfə verənin haqqıdır, ilhamlansın. Hər bir ölkənin əsrlər boyu, tarix boyu ən çox xatırlananı onun sərkərdəsi hökmdarından çox şair və yazıçıdır. Bir yazıcının torpaq sahəsi sənədləndirilib, siz onları xain hesab etdiniz. Kəramətin bir cəsarətli statusu sizin bütün fəaliyyətlərinizdən əgər varsa üstündür, məncə. Qazını qaldırırlar, dilləri qarnında. Suyunu qaldırırlar, dinmirlər. Gediş haqlarını qaldırırlar, səsləri çıxmır. Kəramətin torpaq sənədinin icazəsi isə ölkə üçün faciədir, faciə. Vallah, billah, hər bir cəmiyyət, hər kəs haqq etdiyi həyatı yaşayır. Bu cəmiyyət uşaq pulu davası edir, amma hakimiyyətə gələndə ilk fərmanlarından biri minimum əmək haqqının 30%, hər bir uşağa uşaq pulu verilsin deyən Elçi bəyə keçi bəy deyir, səriştəsiz deyir. Uşaq pulu verəcək orqan, qurumun, səlahiyyətli adamları qorxudan söz deyə bilmir. Gedib düşüblər partiya sədrindən, bir jurnalistdən hədəf alırlar. Ki onlar deməsəydilər, uşaq pulu ölkəyə veriləcəkdi. Bunlar qoymuyor. Mənə də yazırlar. Valideynlərim də zəng edir, az danış. Səni şərləyərlər, tutarlar. Ay qardaş, deyirəm, biz çəngərliklə qanunları ilə idarə olunmuruq. Niyə məni tutsunlar ki? Mən dövlətçiliyin tərəfdarıyam, dövlətimin yanındayam, narkotik istifadə eləmirəm, varım, dövlətim, imkanım yoxdur kimsə. Göz dişsin, maaşım ayın axırında güclə çatır. Məni niyə tutsunlar ki? Nə eləmişəm ki? Dövlət başqadır, hökumət başqa. Dövlətə, dövlətçiliyə qarşı kim müxalifətsə xəyanətkardır. Amma hökumətə müxalif demokratik hüquqdur. Mən bu ölkənin ilk milli ordusunun əskərlərindənəm, qazisiyəm. 1-ci Qarabağ döyüşçüsüyəm. 5 il orduda çətin zamanlarda aç susuz qalıb vətəni qorumuşam əskər kimi. Qürur duyuram ki,
Dövlətimin inkişafında xidmətim olub. Mən düşmənəmmi kimsə mənə nəsə eləsin? Mənim ən çox sevdiyim kəlmə var, Hüseyn Cavidin kəlməsi. Kəssə hər kəs tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Qarabağ işğal olan vaxtı həmişə statuslarımda yazmışam ki, Qarabağı hansı dövlət başçısı kim olur olsun, qaytarıb versə Azərbaycana siyasətini dəstəkləyəcəm. Ali Baş Komandan İlham Əliyevin komandanlığı və igidlərimizin, əskərlərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində Qarabağımız qayıtdı. Yalan deyil ki, faktdır da. Bu yaxınlarda Xankəndində oldum. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayətini Stepanakert adı altında paytaxt olmuş Xankəndində 100 il ərzində Azərbaycanın sözü keçməyib. Sovet dövründə də ermənilərin sözü keçib, ermənilərin bayrağı dalğalanıb. De yure Azərbaycan olsa de facto Azərbaycanın olmayıb, hamısı ermənilər olub. Amma mən bu gün orada Azərbaycan vətəndaşlarını gördüm, rahat yaşayırlar. Xankəndi dövlət qurumlarında Azərbaycanın bayraqlarını gördüm, qürur keçirtdim. Dəstəkləyirəm ölkə başçımızın xarici siyasətini. Amma bu o demək deyil ki, mən durum deyim, yaxşı yaşayıram. Sosial sahədə, ictimai sferalarda boşluqları deməyim, ölkə başçımız özü deyib də, çatdırın. Həyat şəraitimi çatdıra bilmirəm, pis yaşayıram deməyim. Təhsilimiz inkişafdadır deyim. Gürcüstanda niyə pulsuz təhsil var, keçildi, amma Azərbaycanda pullu təhsildir deməyim. Ödənişli ali təhsil alıb, ili 10 mindən hesablanan 5 illik təhsil dövründə hüquqşünas 50 min ali məktəbə pul ödəyib, bitirəndən sonra gəlib maaşla dolana bilər deyim. Rüşvət almayacaq deməyim o pulu çıxartmaq üçün. Tənqid inkişafa gedən yoldur. Amma sağlam tənqid, sifarişli və qisasvari tənqid yox. Fikirləriniz maraqlıdır.